Yenə də bizə maraqlı bir sual ünvanlanıb. Cənnət və cəhənnəmin elmi izahı varmı? Cənnət cəhənnəm anlamına gəldikdə Einsteynin nisbilik nəzəriyyəsinə dönüş edirik. Sualın cavabı elə buradan başlayır. Belə ki, biz üç ölçülü məkanda yaşayırıq. Bizim əldə edib fəth edə biləcəyimiz, gedə biləcəyimiz üç ölçü var. Hündürlük və ya dərinlik, en və uzunluq. Qaldı ki, zaman və məkan anlamları tamamilə nisbidir. Xüsusən də zaman adlandırdığımız ölçü vahidi əslində insanlar tərəfindən qondarılıb, həyatlarının rahat şəkildə müxtəlif zaman kəsiklərinə bölmək üçün era, əsr, il, ay, həftə, gün, saat, dəqiqə, saniyə və s. Mövzu biraz mücərrətdir. Çalışım imkan dairəsində lorulaşdırım. Kainatda nə üçün zaman anlamı yoxdur? Çünki bizim il dediyimiz anlam, bizim yaşadığımız yer kürəsi planetinin bir dəfə günəş ətrafında fırlanmasıdır. Söhbət yer kürəsi və günəşdən gedir. Amma həmin günəş ətrafında en sayda planet, asteroid və s. kimi səma cisimləri fırlanır və hər səma cisminin hərəkət sürəti və trayektoriyasının uzunluğu fərqlidir. Məsələn, Yupiterin trayektoriyası səhv etmirəmsə, bizim yer kürəsinin trayektoriyasından 12 dəfə böyük olduğu üçün Yupiter bir dəfə günəş ətrafında dövr edənə qədər bizim planet 12 dəfə dövr edir. Ona görə də Yupiterdə bir il bizim 12 ilimizə bərabərdir. Neptunun bir ili bizim 165 ilimizə bərabərdir. Plutonda isə bir il keçənə qədər bizdə 248 il keçir. Təsəvvür edin ki, Plutonda insan bir yaşa çatması üçün 248 il yaşamalıdır. Bəs gün dediyimiz anlam nədir? Yer kürəsinin bir dəfə öz oxu ətrafında fırlanması, söhbət yer kürəsindən gedir. Kainatda isə milyardlarla planet var və hər bir planetdə gün müxtəlif şəkildə keçir. Məsələn, Yupiterdə bir gün bizim 9 saatımıza bərabərdir. Venerada isə bir gün bizimki kimi 24 saat deyil, 5800 saatdan çoxdur. Bizdə 240 gün keçdiyi halda Venerada bir gün keçir. Gördüyünüz kimi zaman anlamı nisbidir və məkan anlamı həmçinin. Çünki kainatda bir qalaktikadan o birinə trilyardlarla kilometr məsafə var. Amma eyni zamanda bir qalaktikanı o biri ilə birləşdirən qara dəliklər və digər anomaliyalar həmin qalaktikalar arası milyardlarla kilometr məsafəni sıfıra indirir və s. və s. və s. Və bütün bu məlumatlara rağmen biz yaşadığımız üç ölçülü kainatda yalnız üç ölçüyə sahib ola bilirik. Hündürlük, en və uzunluğa. Dağa çıxa bilirik, okeanın dibinə enə bilirik, enə və uzunluğa doğru hərəkət edə bilirik. Amma dördüncü ölçü olan zaman və məkan anlamına sahib ola bilmirik. Nə keçmişə qayıda bilmirik, nə gələcəyə səyahət edə bilmirik, nə də istədiyimiz anda, istədiyimiz ölkədə və ya planetdə mövcud ola bilmirik. Nisbilik nəzəriyyəsinin və Einsteynin davamçıları isə üç ölçülü kainatdan əlavə 4 və 5 ölçülü kainatın mövcud olmasını iddia edirlər. 4 ölçülü kainat isə o deməkdir ki, orada bizim sahib ola bildiyimiz hündürlük, en və uzunluqdan əlavə zaman və məkan anlamlarına da sahib olmaq olar. Harda ki, zamanda, məkanda, kosmosdakı qara dəliklərdə olduğu kimi istənilən məsafə sıfıra bərabərdir. Keçmişə və gələcəyə hərəkət isə dəriyə enmək və dağa çıxmaq kimi adi bir haldır. 4 ölçülü kainatdan başqa 5 ölçülü kainatda mövcuddur. Amma onunla bağlı elmdə fikirlər fərqlənir və 5-ci ölçünün nə və necə olduğu barədə konkret məlumat yoxdur. Bu isə 21-ci əsrdə fizikanın, astronomiyanın və kvant fizikasının irəli sürdüyü əsaslardır. Quranın 6-cı əsrdə bu barədə yazdıqları 100% bunlarla üst-üstə düşür və görək Quranın bu barədə dediyi nədir? Quranın konsepsiyası daha sadə və loru dildə çatdırılır. Bu konsepsiya nədir? İnsan öldükdən sonra ruh bərzaq deyilən bir məkanda məskunlaşır və bərzaqda diqqət, insanın haçan ölməsindən asılı olmayaraq bütün ruhlar üçün eyni zaman keçəcək. Yəni ki, 100 min il öncə ölən insanın ruhu ilə indicə ölmüş insanın ruhu üçün zamanın fərqi olmayacaq. Müasir dildə desək,
Bərzaqda zaman və məkan sıfıra bərabərdir və nisbilik nəzəriyyəsinə görə söhbət dörd ölçülü kainatdan gedir. Və Quranda Allahın dərgahı deyilən bir məkan göstərilir ki, o məkanda ləm yəlid və ləm yulad, doğmayıb, doğulmayıb, yəni ki, əbədiyyət konsepsiyası irəli sürülür. Maraqlısı odur ki, 15 əsrdən sonra kvant fizikası eyni fikri təsdiqləyərək kainatı yaradan böyük partlayışa səbəb olan singulyarlıq materiyasının, yəni ki, yaradılışa səbəb olan şuurun əbədi olması, yəni ki, 5 ölçülü kainatda mövcud olması dünyanın bütün alimləri tərəfindən təsdiqini tapır. Yenə vurğulayıram, dünyanın bütün alimləri tərəfindən, bəzi alimlər tərəfindən yox. İndi gəlin məntiqə fikir verək. Dünyanın bütün dinləri dedikdə, atəşpərəstlikdən bütpərəstliyə qədər, o cümlədən bütün müqəddəs yazılar, o cümlədən yogizm, buddizm, daosizm, lamanizm, Bhagavad Gita hamısı bir iddianı irəli sürür. Ruh əbədi bir materiyadır. Fəlsəfədə absolut olduğu kimi, elmdə singulyarlıq olduğu kimi, dində Allah olduğu kimi, əslində absolut, singulyarlıq və Allah dedikdə söhbət transcendental, yəni ki, misli bərabəri olmayan şuurdan gedir. Quran bu barədə deyir ki, ləm yəkul ləhu küfuvan əhəd, oxşarı bərabəri yoxdur. Həmin o şuur, o varlıq əbədi olduğu kimi, ruh da əbədidir. Əgər ruh əbədidirsə, deməli 5 ölçülü kainatdan gəlib və bədəni tərk etdikdən də sonra əbədiyyətə, yəni ki, 5 ölçülü kainata can atacaq. Amma birbaşa 3 ölçülü kainatdan 5 ölçülüyə yox, birinci bərzaqda, yəni ki 4 ölçülü kainatda adaptasiya keçəcək. Fiziki bədənimizin əsas təməli şuur olduğu kimi, ruhumuzun təməli bizim şuuraltımızdır. Və səhv düşüncə və səhv həyat tərzi şuurumuzu və fiziki bədənimizi məhv etdiyi kimi, Quranda haram və günah kimi göstərilən amillər bizim şuuraltımızın və ruhumuzun degradasiyasına, ruhaniliyimizin məhvinə gətirib çıxaracaq. Degradasiyaya və ruhani məhvə sürüklənmiş ruh, özünə vətən bildiyi, can atdığı 5 ölçülü Allahın dərgahına qovuşa bilməyəcək. 6-cı əsrin insanlarına bu konsepsiya, bu fəlsəfə aydın olsun deyə ruhun çəkdiyi əzab, yəni ki, ruh 5 ölçülü kainata qovuşmadığı halda əzab çəkəcək və həmin əzabı qır qazanda odun içində yanmağa bərabər olan bir zülüm şəklində aşılanmışdır.